Salam əziz dostlar, əziz tamaşaçılar. Bugün sizlərlə yenə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Yeni Azərbaycan Partiyasının üzvü Cəvahir Qaraqızıdır. Bugün Cəvahir Qaraqızı poeziya axşamlarında sizə çox gözəl bir şeir oxuyacağım. Hacan Soy şeirlərindən çox dərdlə yazılmış, kədərlə yazılmış lirik bir şeirdir. Bu şeiri oxudum, inanınız ki ağladım. Mayam dərddən tutulur, təngidir nəfəsimi, dövrün ab havası. Tali ilə gah küsən, gah barışan kimiyəm. Gözümün biri gülür, birində yaş damlası. Həm sevincək olmuşam, həm pərişan kimiyəm. Bədənim məngənədə, ruhum dara çəkilir. Ömür cizgilərinin xətti qara çəkilir. Könül tez-tez təklənib bir kənara çəkilir. Öz-özü ilə danışıb pıçıldaşan kimiyəm. Hər cismin dövrəsində əks olunan halə var. Boynu bükük bənövşə, bağrı yanıq lalə var. İçimdə tük ürpədən dərin ah var, nalə var. Mayam dərddən yorulub, dərdənişan kimiyəm. Ömür əriyib gedir, neçə yerə payam mən. Bir qərib heybəsində qəm yükünə tayam mən. Məcrasında su deyil, qan, yaş axan çayam mən. Kükrəyib sahilini aşıb daşan kimiyəm. Görünür gözlərimə küllü aləm dar kimi. Yanıram atəş kimi, soyuyuram qar kimi. Gah yerdə sürünürəm, qara dumanlar kimi. Bəzən də göy üzündə ah kəhkəşan kimiyəm. Öz əməlindən nagəhandır bu dünya. Allah da baş açmayan bir cahandır bu dünya. Adəmdən üzü bəri imtahandır bu dünya. Min bir sual önündə qalıb çaşan kimiyəm. Bəşər yaranan gündən şeytan şərə əyilir. Ağıldan yüngül başlar simuzərə əyilir. Yaş ötüb, bel bükülüb, qəddim yerə əyilir. Artıq anam torpaqla qucaqlaşan kimiyəm. Artıq anam torpaqla qucaqlaşan kimiyəm.
Bəli, çox kədərli bir şeirdir. Bunu mən göz yaşı ilə oxudum. Allah heç kəsə dərd qəm verməsin. Bəlkə də bu hisslər mənə çox yaxındır. Bəlkə də bu şeirdə mən özümü də gördüm. Ona görə belə doğsundum. Allah heç kəsə dərd qəm verməsin. Rəbbim hər kəsi sevindirsin.